Bugün nəhayət hamam otağını səlqəyə saldım və sizə bunun üçün aldığım bir neçə məhsulu göstərmək istəyirəm. Bilirsiniz ki, evdə səlqəni çox sevirəm. Hər şeyin öz yerində olmağı mənim üçün önəmlidir. Əvvəllər hamam qarışıq idi. İndi isə yavaş-yavaş hər əşya yerini tapmağa başladı. Məsələn, bu 3 bölməli orqanayzer mənə çox kömək etdi. Bölmələri ayrılır, istəsəniz ayrıca da istifadə edə bilərsiniz. İndi artıq əşyalarımın hamısı öz yerindədir. Dolabın içi də əvvəl elə qarışıq görünürdü ki, indi isə bezlər, təmizlik üçün istifadə etdiyim mayələr hamısı bir yerdə səlgəli şəkildə yığılıb. Şüşələri silmək məsələsində də kiçik bir rahatlıq tapdım. Bu alətlə su damcıları və ləkələr çox tez çıxır. Əllə siləndə həm vaxt gedir, həm də rahat olmur. Divar üçün isə balaca rəflər əlavə etdim. Burada vacib olan düzgün yapışdırmaqdır. Əvvəl səthi spirtlə yaxşıca təmizləyib, sonra yapışdırmaq lazımdır. Onda möhkəm tutur və uzun müddət qalır. Sonda isə hamam dəstini göstərim. Görən kimi xoşuma gəldi. Sadədir, amma çox zövqlü görünür. Məncə hamama çox yaraşdı. Qısası böyük dəyişiklik etmədim. Amma bu xırda toxunuşlar hamam otağını tam başqa cür göstərdi. Həm səliqə var, həm də rahatlıq. Baxdıqca insanın xoşuna gəlir.